İlin qarşılaşmasına cəmi 3 gün qalıb. Biz də fikirləşdik ki, Azərbaycanın ilk və tək döyüş analizi səhifəsi olaraq İslam Maxaçev və Cek Maddalena döyüşü üçün təxminlərimizi edək. Cek Maddalena'nın peşəkar rekordunda 18 qələbə və 2 məğlubiyyət var. Qeyd edim ki, Cek Maddalena ilk 2 döyüşünü məğlub olduqdan sonra 18 döyüş üst-üstə qalib olub. Avantaj və dezavantajlarından danışası olsa, boksu çox güclüdür, təhlükəli diz zərbələri var, güləş müdafiəsi yaxşıdır və fiziki cəhətdən iri və güclü bir adamdır. Dezavantajları isə demək olar ki, yoxdur. Ancaq Belal Muhammedlə qarşılaşmasında 4-cü və 5-ci raundlarda nisbətən yorulmuşdu. Yəni Maxaçevin işi çətin olsa, fikrimcə çempionluq raundlarında işi bitirə bilər. İslam Maxaçevin isə peşəkar karyerasında 27 qələbə və sadəcə 1 məğlubiyyət. Avantaj və dezavantajlarından danışası olsaq, olduqca güclü idmançıdır, fiziki cəhətdən dözümlüdür. Güləş və grappling bacarıqları demək olar ki, maksimal həddə güclüdür. Boksu və strikingi Cek Maddalena qədər yaxşı olmasa da, fikrimcə Maxaçevin çənəsi bərkdir. Yəni nakauta meyilli deyil. Döyüşü təxmin etməli olsaq, İslam Maxaçevin çox böyük ehtimalla bu döyüşün qalibi olacağını düşünürəm. Şəxsi fikrimi deyəsə olsam, İslam Maxaçevin döyüş ağlı Maddalena'ya nisbətən daha yaxşıdır və Maddalenadan daha dözümlüdür. Hər nə qədər Cek Maddalena'nın striking bacarıqları çox yüksək olsa da, məncə İslamın döyüş planı olduqca tez müddətdə döyüşü yerə aparmaq və yerdə Maddalena'nı bitirməkdir. Düzdür, Maddalena'nın güləşdən müdafiəsi və yerdə özünü rahat hiss eləməsi bir reallıqdır. Ancaq biz burada Maxaçevin fərqli səviyyə olduğunu görə biləcəyik. Yenə də bu döyüşdür, hər şey bir anda dəyişə bilər, nəticə gözlənilməz olar. Yəni biz sadəcə təxmin edirik, gələcəyi görmürük. Sağlıqla qalın.